Bismillahirrahmanirrahim. Elhamdülillah və salatu vəssalamu alə Rasulillah və alə alihi və sahbihi və mən valah və ba'd. Dəyərli müsəlmanlar, insan Allahın razılığını qazanmaq üçün onun əmrlərini yerinə yetirməli, qadağalarından isə çəkinməlidir. Adəm övladları mükafat və ya cəzaya, cənnət və ya cəhənnəmə məhz əmrlərə itayətləri və qadağalardan çəkinmələri əsasında məhkum olunacaqlar. Qadağaların da başında böyük günahlar gəlir. Sizlərə sahibini həlak edən 7 günah haqqında xəbər vermək istəyirəm. Buxari və Müslimin səhih əsərlərində Əbu Hureyra radiyallahu anhudan nəql olunan hədisdə Allah Rəsulu sallallahu aleyhi və səlləm demişdir: Sahibini həlak edən 7 günahdan çəkinin və onların şirk, sehr etmək, cana qəsd etmək, yetimin malını haqsız olaraq yemək, riba, yəni sələm və ya faiz yemək, döyüş meydanından qaçmaq və günahsız mömin qadınları zinakarlıqda ittiham etmək olduğunu bildirmişdir. Yəni həlak olmaq, məhv olmaq istəmirsinizsə, bu 7 günahdan kəsinliklə çəkinməlisiniz, çəkinməsəniz məhv olacaqsınız. Lakin bu o demək deyil ki, böyük günahlar yalnız elə bu 7 günahdır. Xeyr, böyük günahlar çoxdur. İmam Zəhəbi rahiməhullah böyük günahlar əsərində 70-dən artıq böyük günahı dəlilləri ilə qeyd etmişdir. Həmin kitabın ərəb dilindən Azərbaycan dilinə edilmiş tərcüməsi internet resurslarında mövcuddur və istəyən adam həmin günahlarla tanış ola bilər. Bu hədisdə isə onlardan 7-si bir yerdə qeyd olunub. Hansılardır insanı həlak edən 7 günah? Ən birincisi şirkdir. Yəni Allaha şərik qoşmaq. Bu ən böyük günahdır. Uca Allah Quran-ı Kərimdə Ən-Nisa surəsinin 48-ci ayəsində buyurur ki: İnnəlləhə lə yəğfiru ən yuşrakə bihi və yəğfiru mə dunə zəlikə limən yeşə. Allah özünə şərik qoşulmasını əsla bağışlamaz. Bundan başqa olan günahları isə istədiyi kimsəyə bağışlayar. Başqa bir hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, sizə ən böyük günah barədə xəbər verimmi? Deyirlər, bəli, ey Allahın Rəsulu. Buyurur ki, Allaha şərik qoşmaq, valideynin üzünə ağ olmaq, bir də yalandan şahidlik etmək. Allaha şərik qoşan insan əbədi cəhənnəm əzabına düçar olur və heç bir zaman Allah həmin adamı bağışlamır. Nə deməkdir Allaha şərik qoşmaq? Bəziləri elə bilir ki, Allaha şərik qoşmaq yalnız elə bütə sitayiş etməyə deyilir. Xeyr, ibadətin hər hansı bir növünü Allahdan başqasına yönəltmək Allaha şərik qoşmaqdır. Allahdan başqasına səcdə etmək, Allahdan başqasına yalvarmaq, Allahdan başqasına dua etmək, Allahdan başqasını çağırmaq, Allahdan başqası üçün qurban kəsmək, Allahdan başqasına güvənmək, Allahdan başqasına ümid bəsləmək və s. kimi ibadətlərin hamısı Allaha şərik qoşmaq sayılır. İkincisi sehirdir. Sehr etmək və ya etdirmək ən böyük günahlardan sayılır. Kimisə cadu etmək və ya etdirmək, falçının yanına getmək, onun dediklərinə inanmaq ən böyük günahlardan sayılır və sahibini həlak edir. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, kim falçının yanına gedib onun dediklərinə inanarsa, Muhammədə nazil olan Qurana küfr etmiş olur. Başqa bir hədisdə gəlir ki, kim falçının yanına gedərsə 40 gün onun qıldığı namaz qəbul olunmaz. Ona görə də buna bənzər böyük günahlardan çəkinmək lazımdır. Üçüncüsü, cana qəsd etmək, yəni onu öldürməkdir. Yəni bir insanın başqasını qətlə yetirməsi həlak edici 7 günahdan biridir. İndi təsəvvür edin, bir insanı qətlə yetirmək həlak edici böyük günahlardan sayılır. Görün indi minlərlə, 10 minlərlə, 100 minlərlə, hətta milyonlarla günahsız insanın qətlinə bais olanların halı necə olacaq? Dırnaqarası inkişaf etmiş qərb dövlətlərini baxın nələr ediblər və nələr etməkdədirlər.
Özləri də müsəlmanları qəddarlıqda, şiddətdə ittiham edirlər. Halbuki bəşəriyyət tarixinin ən böyük müharibələrini, ən böyük qətliamlarını, ən böyük soyqırımlarını, faciələrini məhz bir çoxlarının heyranlıqla pərəstişkarlıq etdiyi inkişaf etmiş qərb dövlətləri edib və edir. Birinci Dünya müharibəsi 20 milyondan çox adamın ölümünə səbəb oldu. İkinci Dünya müharibəsi də həmçinin 60 milyondan çox insanın ölümünə səbəb oldu. Günümüzədək bu qətliamlar dünyanın müxtəlif yerlərində davam etməkdədir. Həmin qətliamları törədənlər ən ağır şəkildə cəzalandırılmasalar, bu böyük bir ədalətsizlik olar. Ona görə də yaşasın kafirlər üçün cəhənnəm. Dördüncü həlak edici günah sələm yeməkdir. Sələm yemək və yedirtmək haramdır və ən böyük günahlardandır. Uca Allah Əl-Bəqərə surəsinin 275-ci ayəsində buyurur: Sələm yeyənlər qəbirlərindən şeytan vurmuş dəlinin qalxdığı kimi qalxarlar. Bu, onların alış-veriş də sələmçilik kimidir demələrinə görədir. Halbuki Allah alış-verişi halal, sələmçiliyi isə haram etmişdir. Hər kim özünə Rəbbindən xəbərdarlıq gəldikdən sonra sələmçiliyə son qoyarsa, keçmişdə aldığı sələmlər onundur. Onun işi Allaha qalar. Kim yenə sələmçiliyə qaydarsa, məhz onlar cəhənnəmlik olar və orada sürəkli qalarlar. 276-cı ayədə də buyurur ki, Allah sələmi puç edər, sədəqələri isə artırar. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, sələmi yeyənə, yedirənə, onu yazana və ona şahidlik edənə Allah lənət eləsin. Beşinci həlak edici günah yetimin malını yeməkdir. Yetim kimə deyilir? Həddi buluğ yaşına çatmamışdan öncə atasını itirən uşaq yetim adlanır. Uca Allah yetim olan kəsin malının qorunmasını əmr edib. Ən-Nisa surəsinin 2-ci ayəsində Rəbbimiz buyurur ki, yetimlərin mallarını özlərinə verin və yaxşısını pis ilə dəyişməyin. Onların mallarını öz mallarınıza qatıb yeməyin, şübhəsiz ki, bu böyük günahdır. 6-cı ayədə də buyurur ki, yetimləri nikah yaşına çatana dək sınayın. Əgər onların ağla dolduqlarını görsəniz, mallarını özlərinə qaytarın. Böyüyüb mallarını geri alacaqlar deyə, o malları israfçılıqla tələm-tələsik yeməyin. Varlı olan qəyyum nəfsini saxlasın, yoxsul isə o maldan ehtiyacı olduğu qədər yesin. Yetimlərin mallarını özlərinə qaytardığınız zaman yanlarında şahid tutun. Haqq hesab çəkməyə Allah yetər. Bəs yetimin malını yeyənlərin sonu necə olacaq? Ən-Nisa surəsinin 10-cu ayəsində Uca Allah buyurur ki, şübhəsiz ki, yetimlərin mallarını haqsızlıqla yeyənlər öz qarınlarına ancaq od doldururlar və beləcə onlar alovlu atəşə girəcəklər. Ona görə də yetimin malını yemək insanı həlak edən ən böyük günahlardandır. Çünki yetim olan kəs zəifdir, onu müdafiə edəcək atası yoxdur. Heç kim yoxdur ki, onun haqqını tələb etsin. Ona görə də bəzən yetim uşaqları atasız və köməksiz görüb, günahkar insanlar onların mal dövlətlərini, ata mirasını mənimsəyirlər. Belələrinin sonu ayədə deyildiyi kimi alovlu atəş olacaq. 6-cı həlak edici günah döyüş meydanından qaçmaq və fərarilik etməkdir. Çünki kafirlər gördükdə ki, müsəlmanlar döyüş meydanından qaçırlar, qorxurlar, bu onları daha da ürəkləndirir və onlar daha sərt şəkildə hücum edərək müsəlmanları qətlə yetirə bilərlər. Torpaqlarını işğal edə bilərlər, qadınlarını, uşaqlarını məhv edə bilərlər. Ona görə də döyüş meydanından qaçmaq ən böyük günahlardan biri hesab olunur. Geri çəkilmə yalnız o zaman olar ki, müsəlman ordusu taktiki geri çəkilmə əməliyyatı həyata keçirir. Düşmənə pusqu qurub aldatmaq istəyir. Fərarilik etmək isə sahibini həlak edən 7 böyük günahdan biridir. 7-ci və sonuncu da günahsız mömin qadınları zinakarlıqda ittiham etməkdir. Təbii ki, bu həm kişilərə aiddir, həm də qadınlara.
Lakin qadınları zinada ittiham etmək daha şiddətlidir. Çünki bunun qadına mənfi təsiri daha böyük olur. Nur surəsinin 4-cü ayəsində Uca Allah buyurur: İsmətli qadınları zinada günahlandırıb, sonra 4 şahid gətirməyən kəslərə 80 çubuq vurun və onların şahidliyini heç vaxt qəbul etməyin. Onlar əsl fasiqlərdir. Elm əhlinin yekdil rəyinə görə bu həm kişilərə aiddir, həm də qadınlara. Həmçinin bu həm möminlərə aiddir, həm də kafirlərə. Kafir olsa belə, qəti sübutların olmadan sən kiməsə deyə bilməzsən ki, o pozğundur. Uca Allahdan diləyirəm ki, bizləri haram işlərdən və böyük günahlardan qorusun, bizləri sahibini həlak edən 7 günahdan mühafizə etsin və bizləri əfv edib bağışladığı bəndələrindən etsin. Amin. Velhamdülillahi Rabbil alemin.